kanalımıza və yeni vlogumuza xoş gəldiniz. Necəsiniz? İnşallah ki, hər biriniz çox yaxşısınız. Bugün Amirin 1 yaşına hazırlıq vlog çəkirəm. Temudan bir kişi almışam. İstəyirəm onu göstərim və dekor quracağım. Evdə eləyəcəyik 1 yaşını. Əslində istəyərdim aparım fotosessiyası, amma İsmail'ə də aparmışdım. İstədiyim kimi çəkmirlər şəkilləri. Bilirsiniz necə? Belə uşağı tam gözləmirlər, düz dursun. İsmail'də də, yəni məni nə gündə çəkmişdilər İsmail'lə. O şəkilləri heç yerdə paylaşa bilmədim. Belə də istədiyim kimi alınmır da. Mən orada reqlovka eləmək istəyirəm, imkan vermirlər. Öz bildikləri kimi çəkirlər. Ona görə özüm istədiyim dekor falan aldım ki, özüm qurum, özüm çəkim. Özüm hamıdan da qəşəng çəkirəm məncə. Deməli, böyle bir dekor almışam. Böyle oval formasında bir dekordur. Bunu bir de böyle şar doldurmak için böyle aparat almışıq. Bu ikisini Jale ilə pulun bölmüşük. Zaten bilirsiniz ki, biz ad günlərin falan çox yaxşı qeyd edirik uşaqların. Hamısına dekor falan qururuq. Ona görə dedik ki, həm qəşəng olsun deyə elə bir dəfəlik belə Temudan vuraq. Hər birimizdə işlədək də İncin, Acun olsun, İsmail'in, Amirin, Ayazın, Zeydin. Uşaq çoxdur bizdə. Ona görə belə bir şeylər aldıq. Bu şar dolduran aparatdır belə. Burada toku var. Tokunu qoşursunuz. Sonra buradan başlasınız, hava gəlir və doldurursunuz. Bu da dediyim kimi belə qurub göstərərəm. İndi quracam. Bugün 4-cü gündür. 6-cı gün Amirin 1 yaşı olur. Ona görə istəyirəm bu gündən qurum düzəldim. Sonra 6-cı gündə çəkərəm. Sonra bir də belə şarlar almışam. Bu dəfəki konseptimiz heyvanlardır. Belə heyvan figurları falan var burada. İndi tam dekor düzəldiyini sizə göstərəcəm. Bu neçə parçadır. Yazılmayıb, amma həmişə burada yazılır ki, neçə parçadır. Yadımdan da çıxıb Jale vurub deyə. Mən seçdim, göndərdim Jale'yə, o vurdu. Belə baxın, belə şarlardan böyük şarlardır. Düzdür, balacası da var, amma çoxu böyükdür. Belə şarlar var. İndi heyvan figurlarına aiddir də, yəni ki, zebrası var, şiri var, fili də deyəsən var. Belə bir şeydir. Sonra bu da belə Happy Birthday yazılıdır. Bunu da arxa fona vuracağıq. Buradan da belə yenə meymundur, zürafədir gördüyüm qədərilə. Ayısı, fili falan var. Belə asacağım, qəşəng. Belə bir dekordur bu da. Sonra Amiri belə papaq almışam 1 yaşına görə. Belə başına belə taxacağıq. Bu da yenə aslan temalı, belə heyvanat temalı bir şeylərdir. Sonra bu da bilirsiniz nədir? Bunu da belə stolun qabağından asmaq üçündür. Yəni 1 yaşı olur. Sadəcə stolun İncin ad gündə aparmışdım, qalıb Jale getdi. Ona görə Amirin o yemək stolunu düzəldəcəm. Onun qabağına vuracağım. Belə qəşəng dursun. Belə temamız belədir. Sonra bu da hədiyyə bağlamalar, yəni uşaqlara hədiyyəli bir şeylər almışam. Bu belə çupa-çupsu belə qoyursunuz, qəşəng dayanır. Bunu da hələ almamışam içini, sadəcə bu gün gəlib onları da alacağım. Bu da yenə belə yarpaq falandır. Dekorun içində gəlmişdir. Bu da belə paketlərdir. Bunların içində belə şokolad, çupa-çups, nə bilim, indi yerləşəcəyə qədər yığacağım. Belə ağzını bağlayacağım, hədiyyəli uşaqlara paylamaq üçün. Bizim uşaq azdır, 6 uşağımız var, belə İsmail'lə bir yerdə. Bir-iki də həyətdə uşaqlara paylayacağım. Sonra belə bir şam almışam. Bu da yenə, baxın, burada zeyləri var, şiri falan var, heç görsənməyəcək. Bir dənə də tort üçün şeylər almışıq. Onun da üzərində şir, fil falan var. O Jale'dədir. Tortu Jale pişirəcək üçün Jale'dədir onlar.
Belə qutardı. İndi durun dekoru qururum. Şarlarımızı falan dolduraq. Bu neçə dekoru quraq. Bilmirəm İsmailin əlində necə saxlayacağıq. Evdə 2 gün əvvəldən. Deyirəm sabah birdən başım qarışıq olar. Evdə eləyəcəyik də. Biş-düş falan eləyəcəyik. Ona görə dedim elə indidən qurum şəklini çəkim. Hazır İsmail də bağçadaykən. Sonra başım qarışar. Birdən şəkil çəkə bilmərəm uşaq. Ona görə başlayaq bunları quraq. İki dənə də ayağı var, belə taxacağıq. Sonra bunlar da belə içə keçirilmə bir şeylərdir, belə keçirirsiniz içinə, qalır. İndi mən bunu qurum, gəlirəm. Belə hamar, dekoru qurdum, amma lap yekə qurmadım da. Baxın, hələ lap yekə də qurmaq olur. Mən hələ bunları qurmadım. Çox yekə istəmədim də, balaca olsun, belə. Aytası da şarları doldurur. Yəni doldurur, yekə şarları, baxın. Hələ doldurmaq üçün yer də var. Biraz doldu. Belə xanımlar, dekorumu belə qurdum, bağışını tikə bilmədim. Çünki yoldaşım da gəldi xəstəxanadan. Ona görə tikə bilmədim, elə bir düzəltdim. Mən də bilirsiniz, istədiyi hicabla da tikə bilmirəm. Ona görə belə düzəltdim. Sonra da bu heyvanlarda doldurdum, belə düzəltdim. Bir dənə film qaldı, filə yer tapmadım. Buradan qoymuşdum, əslində pis görsəndi. Ona görə ora şar vurdum. Oranı bağladım, fil dənəm buralara bir yeri qoyaram da. İndi o bitvanı da yazdım. Mən hep bözlüyü də almışam. Sən demə bu dekorun içində elə bitvan, yəni bir yaşım, yəni bir deməkdir, bir bilməm nə deməkdir. Ərsi içində varmış, yəni onu qoşdum belə. Orada da baxın ayaqları var, onu da su doldurursunuz. Belə möhkəm dayanır da, tərpənmir ayaqları. Belə. Belə, buradan da belə heyvanlarını astım. Fili, zebrası. Anne da burada. Belə stolu da balacalaşdırdım. O bir stol dediyim kimi qalıb jüalecirdə. Ona görə bu stolun ayaqlarını çıxartdım. Belə. Qoşdum. Onu da qoydum qabağına. Onu da indi Amirin başda taxacağım. Bir də Amiri yedizdireyim, acıdır. O yesin. Sonra burada. Bunu amma dekoru keçəcəm bu tərəfə. Çünki işıq buradan pis vurur. Qəşə baxdım, qəşə düşmür şəkildə. Onu keçəcəm bu tərəfə. Belə düzəltdim. Amirdə belə paltar almışdım ona. Dinozavr amma yenə də yaşıl rəngdədir. Bir dənə xalçamı səsərdim bura. Bu da hazırdır. İndi şəkillərini çəkim. Belə hamı dekoru qurdum, Amiri yatışdırdım. Şəkilini çəkdim, onu yatışdırdım. İndi buralar tökülüb, dağılıb. Buraları yığışdırım. Saat artıq 3-ün yarısıdır. 2 saatdan sonra İsmail gəlməlidir. Tez buraları yığışdırım, buradan bizə dincəlim. Sonra başlayayım. Şimdi bunu aparım gizlədim birbirinin otağında. İsmail görməsin, yoxsa dağıtacaq. Belə. Əl elə. Ha? Əl elə. Sağ elə. Belə yox. İsmail'i götürdüm, indi gedir mağazinə. Amirin o hədiyyəliklərini alaq. Bilməm, İsmail'lə gedirəm. Görə İsmail qışqırmasa yaxşı olar. Belə deməli hədiyyəli içinə qoymaq üçün şaxal içində indi. Ben bundan aldım. Sonra bir dənə belə çipa aldım.
7 uşaq çox azdır da. Həyətdə də bir uşağı vermək. Bir də belə jelibonlar aldım, balaca. Neçələri lazım deyil. Uşaqların olsa şeydir. Nədəsində yaşayırlar. Belə mən İsmail'e de alanda bunu balacadan alıram ki, elə tez qutarsın. O bizlərin içində çoxdur. Çox yiyir, çox qalır. Ancaq ən yaxşı elə budur. Az-az var içində, bir şəkləndə. Bunlar. İndi baxacağım. Yerləşsə üçü, yerləşməsə bir dənə də bir şey alıb qoymaq istəyirəm içinə ki. Bir də Amerika aldım. Və Amir İsmail'ə bundan aldım. Dünə həyətdə uşaqlar yiyirdi, bu da istədi. Onca ondan da aldım. Hamısını vermədim. Birazını verdim ki, yesin. Qalanı gətirdim evə. İndi o da bibim də düşürtdü Amiri həyətə. Orada həyət. Bir dənə İsmail'ə qırmızı top almışam. Baxın oradadır. İsmail'in yok oradadır. Yəqin ki, burada yerləncələr buradadır. Həyətimizdə 2 dənə yerləncələr. Biri buradadır, biri də oradadır. Ağaclıqların altındadır. Belə çupa-çupsu belə qoymaq üçün şeydir, dərəkdir. Belə hərəsində bunu da belə şey qoyum içinə. Tamda artıq heç nə qoymaq olmaz da. Belə bu yaxşıdır. Ağzını bağlayayım. Belə hazır. Böyle bir şey oldu. Bu videoda bu biraz yuxarı dururdu. Nəsə durmadı. Aşağı durdu. Belə yaxşıdır. Artıq içində yer yoxdur ki, nəsə qoyasın içində. Belə xanımlar, düzəltdim hamısını. 12 dənə alındı. 3 dənəsini artıq elədim. Uşaqsa 3 dənə şey. Deməli o kağızlar var idi. Lollipopu qoymaq üçün. Baxın gördünüz, elə bax bunun üstündə olan şəkillər lollipop kağızında da var. Sadəcə onu 24-dən almışdıq. Jale ilə bir yerdə almışdıq. 12'si Jale'nin, 12'si mənim. Bu şeylərdən də 50 dənədir. 25'i Jale'nin, 25'i mənim. Ona görə da götürmədim. 12 dənə bəsdir mənim üçün. 3 dənəsindən lollipopu elə belə qoydum. Kağızsız qoydum. Yəni kimin bəxtinə düşsə belə. İndi bunları yığım kloka İsmail görməsin. Sabah şeyləyərəm. İsmail'in əslində burada ayrı qoymuşam. Hərəsindən bir dənə ki istəməsin. Atası da ona almıştı böyle şeyler. Sümürcan. İndi bunlar yığım kloka. Ay Sine kurban olun. Hoş gelmişsiniz. Atar səni Mətdə. Baxın qapı çək rahat, qorxma için. Sağ ol. Sizin üst-üstə dəlləki eləyirəm da hamımızı. Sine kurban hoş gelmişsin. Yüreğim. Ay Allah bunun gözünü zərrələ falan var. Belə xanımlar, çox qodağımız yox idi. Staytin saatı sağ olsun ertəciyim düzəltdi, gətirdi. Biz də bir dənə kabab, bir də 3 bacı dolması eləmişdik. Yəni özümüz idik, çox adam yox idi. Ad günün mübarək, ad günün mübarək, ad günün Sen de sağ ol. Orada reksa verir da, ona görə. Gedirik indi bulvara. Sama da buradadır. Sonra gedirik. Gəzməyə gedirik. Amma Amir hardadır? انت في الحب عبارة خلي العقل حيارة انت
şey indi bulvardayıq. Şimdi düşəcəyik aşağı. Yavaş yavaş. Smile. Yavaş smile. Dön dön. Dön dön dön. Belə xanımlar gəldik evə. İndi Amir aparmamışdı. Dedim ki zırıldayıcı ağlayacaq. Yuxusunda vaxtıydı. Ona görə bibim qaldı evdə. O da Amirin yanında. Bibim sağ olsun evləri falan silib, təmizləyib. Bir-iki qab vardı. Onları indi yığdım yerinə. Yük qoymuşdu bura. Maşını qoşmuşdum. Maşının qabları yuyulub. İndi bunları istəyirəm indi yığım yerinə. Bir dənə mətbəxə belə əl gəzdirim. Tez bazar. Buralar təmizdir. İndi bir daha maşına paltar atdım, paltarlarımı atdım, maşına yüzüm, onları sərim. Belə buralar belə şeydir, yaxşıdır. Amirdə yat istədim, İsmail də həyətdə nənəsi iləndir. Belə tez bazar buraları yığışdırım.